Salam dəyərli izləyicilər, yeni dərs izahı ilə qarşınızdayıq. 6-cı sinif şagirdləri üçün Azərbaycan dili dərsliyinin 100-cü səhifəsindəyik. Mobil telefonlar fəslindəyik. İlk öncə A tapşırığına baxaq. Keçən əsrlərdə son 150 ildə istifadə olunan rabitə vasitələri, teleqraf, telefon, teletayp, telefaks, pager haqqında məlumat aldınız. Bəs siz bugün hansı rabitə vasitələrindən istifadə edirsiniz? Bu vasitələrin əvvəlkinlərdən hansı fərqli cəhətləri və üstünlükləri var? Bəli, təbii ki, hal-hazırda biz ev telefonu, mobil telefon, internetdən istifadə edirik və mobil telefon bu son dövrlərimizdə daha çox istifadə olunan vasitəmizdir. Yəni cihazdır. Mobil telefonla hər yerdə danışmaq mümkündür, onu özümüzlə hər yerə apara bilirik və internet vasitəsilə də istənilən informasiyanı ala bilirik və üstünlükləri odur ki, təbii ki, təkmilləşdikcə daha üstün formaya, daha üstün belə deyək, funksiyalara malik olaraq telefonlar inkişaf etmiş və bugünkü günümüzə qədər gəlib daha belə deyək də mükəmməl bir şəklə almışdı və biz bugün mobil telefondan daha çox istifadə edirik. Gəlin mətnimizə baxaq. Texnologiya əsrinin möhtəşəm ixtirası. Vaxt gələcək, insanlar danışdığı insanın təsvirini telefonda görə biləcək. Bunu Alexander Bell demiş, 1906-cı ilə təsadüf edən bir sözüdür və həqiqətən də hal-hazırda bir əsrdən sonra belə imkan mümkün olmuşdur. İnsanlar həqiqətən də danışanda bir-birini görə bilirlər. Gəlin burada ilk öncə sözlərin izahına baxaq, sonra mətnimizə keçək. Mobil, cəld, çevik, hərəkətli, sürətlə hərəkət edən, gəzdirilə bilən, danışılan anlamına gəlir. Naviqasiya, ünvana çatmaq üçün optimal marşrutun seçilməsi. GPS, yəni bu sözümüzün baş hərflərindən istifadə olunaraq GPS kimi oxunur. Qlobal mövqe təyin etmə sistemidir. SMS isə short message service, qısa mesaj xidməti deməkdir. Mobil telefon vasitəsilə mətnin ötürülməsi və ya qəbul edilməsi sistemidir. Təbii ki, bu anlayışları biz gündəlikdə bəzən istifadə edirik. O yüzden, yəni açıqlamasını da oxumaqda fayda var. Gəlin mətnimizə baxaq. Bugün çox az adam tapılar ki, mobil telefon və ya smartfonun nə olduğunu bilməsin. Ev telefonundan fərqli olaraq bu rabitə vasitələri ilə demək olar ki, istənilən yerdən zəng etmək mümkündür. Mobil telefonlar müasir həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Artıq bu kiçik cihazlar yalnız zəng etmək və mətn mesajları göndərmək üçün deyil. Onlar bir çox digər funksiyaları yerinə yetirərək gündəlik həyatımızı daha asan və maraqlı edir. Digər yarım başlığımız mobil telefonun yaranması. 1973-cü il aprelin 3-də Amerika Teleqraf və Telefon şirkətinin konstruktor şöbəsində telefon zəngi eşidildi. Şöbə rəisi Coyle Engel dəstəyi qaldırdı. Zəng edən Coyle'ın kollegası Motorola şirkətinin mühəndisi Martin Cooper idi. Tap görüm, mən hansı telefondan zəng edirəm. Sonra cavab gözləmədən əlavə etdi. Mən sənə əsl mobil telefondan zəng edirəm. Bu sözlər mobil telefonla baş tutmuş ilk telefon danışığı kimi tarixə düşdü. Martin Cooper'in ixtira etdiyi ilk mobil telefonun uzunluğu 22,5 cm, eni 12,5 cm, qalınlığı 4 cm idi. Onun çəkisi də az değildi. 1,13 kilogram. Aparatın üzərində cəmi 12 düymə var idi. Onu rəqəm, biri telefon çağrışının göndərilməsi və daha biri telefon danışığını kəsmək üçün idi. İlk telefonun akkumulatoru cəmi 20 dəqiqə danışıq üçün bəs edildi. Lakin narahatlıq doğuran bütün bu məqamlara baxmayaraq, bu ixtira telefon texnologiyası inkişafında yeni era açdı. 1983-cü ildə ilk mobil telefonlar satışa buraxıldı. Zaman keçdikcə texnologiya inkişaf etdi və mobil telefonlar daha kiçik və yüngül oldu. Smartfonlar
1992-ci ildə ən böyük kompüter istehsalçılarından olan IBM şirkəti tərəfindən təqdim olunan Simon adlı mobil telefon ilk smartfon idi. Bundan 2 il sonra smartfonlar kütləvi satışa çıxarıldı. 2000-ci illərdən smartfonların inkişafı telefon texnologiyasında yeni bir dövrün başlanğıcı oldu. Smartfon ingilis dilində tərcümədə ağıllı telefon deməkdir. İstənilən smartfon mobil telefondur, amma hər mobil telefon smartfon deyil. Bunların arasındakı əsas fərq smartfonda inkişaf etmiş əməliyyatlar sisteminin olmasıdır. Məhz əməliyyat sistemi və internetlə əlaqə quran funksionallığı, əlaqə onun funksionallığını artırır. Bu baxımdan smartfon təkcə mobil telefon deyil, həm də mobil kompüterdir. SMS xidməti. İlk vaxtlar bu xidmətdən əsasən qısa mətnlərin göndərilməsi üçün istifadə edilsə də, son illərdə bu xidmət daha səmərəli olmuşdu. SMS xidməti xəbərdarlıq, təbrik, dəvət, xatırlatma xarakterli məlumatları saniyələr ərzində istənilən sayda mobil telefon nömrələrinə göndərmək imkanı verir. Hazırda xarici ölkələrdə SMS xidmətinin yeni formaları tətbiq edilir. Məsələn, İctimai yerlərdə qoyulmuş zibil qabları dolduqda qutuya quraşdırılmış mikrosxem avtomatik olaraq lazımi yerə SMS göndərir. Mobil tətbiqlər. Mobil telefonların daha funksional olmasının əsas səbəblərindən biri də mobil tətbiqlərin, yəni aplikasiyaların inkişafıdır. Bunlar smart cihazlar, gadgetlər üçün hazırlanmış proqramlardır. Bu tətbiqlər bir çox məqsədlərə xidmət edir. Ünsiyyət, əyləncə, təhsil, sağlamlıq, pul mübadiləsi, hava proqnozu, idman, naviqasiya və s. WhatsApp və Telegram kimi tətbiqlər vasitəsilə insanlar dünyanın hər yerindən asanlıqla ünsiyyət qura bilirlər. Duolingo, Xan Akademi isə tədris məqsədi ilə istifadə olunan məşhur mobil tətbiqlərdir. Navigator, GPS sistemi tətbiqləri müxtəlif obyektlərin koordinatlarını tapmaqda, düzgün yolu seçməkdə sizə kömək edə bilər. Banklar mobil tətbiqlər vasitəsilə müştərilərinə onlayn bankçılıq xidməti göstərir. Bu da onların vaxtına qənaət edir. Bəzi tətbiqlər insanlara gündəlik qidalanma və idman rejimlərinin izləməsinə kömək edir. Beləliklə, smartfon yalnız ünsiyyət deyil, gündəlik fəaliyyətimizin bir çox sahələrində əsas vasitəyə çevrilmişdir. Biz onun köməyi ilə informasiya alırıq, əylənirik, insanlarla tanış oluruq, alış-veriş edirik, taksi çağırırıq, hətta ürəyimizi ona açır və məsləhət istəyirik. Smartfonun funksionallığı artıq insanlarda asılılıq yaradır və bu da cəmiyyəti narahat edir. Lakin buna baxmayaraq dünyanın aparıcı şirkətləri smartfonları yeni, inanılmaz imkanlarla təchiz etmək üçün baş sındırır və hər il istifadəçilərə smartfonların yeni versiyalarını təklif edir. Bəli, yəni oxuduğumuz mətn gündəlik həyatımızla sıx bağlı olan bir mətindir. Telefonun inkişaf tarixi və telefonun həyatımızda rolunu göstərir. Söz mücrüsündəki sözlərə baxırıq. Sensor sözü, sensor kimi də tərcümə olunur və rus dilində buna datçik də deyilir. Kollega, təchiz etmək, deməli, asnajat, sonra funksionallıq ilə funksionalnost, onlayn, yəni birbaşa əlaqə saxlamaq, asıllıq isə zavisimost kimi tərcümə olunacaqdır. Söz mücrüsündəki sözlərin tərcüməsini rus dilində qeyd etdim. Siz də baxıb faydalana bilərsiniz. Keçirik B tapşırığına, suallara cavab verin. Mobil telefonun yaranması kimin adı ilə bağlıdır? Deməli, mobil telefonların yaranması Martin Cooper'in adı ilə bağlıdır. Ağıllı telefonların hansı xüsusiyyətləri vardır? Deməli, ağıllı telefonlar inkişaf etmiş əməliyyat sistemi var və internetə qoşula bilir. Mobil telefon və smartfonun ixtirası arasında neçə il fərq var? Biz bunu mobil telefon mətnimizdə də baxdıq, deməli. Bir dəqiqə.
Deməli, mətndə də baxdıq ki, mobil telefonun yaranmasını 1979-cu ildən 73-cü il, sonra isə və 92-ci il ən böyük, deməli 72-ci il, 73 və 92-ci il arasında 19 il fərq eləyir, 19 il olacaqdır. Və dördüncü sualımız, baxaq. Dördüncü sual, köhnə nəsil mobil telefonlarla müqayisədə smartfonların funksiyonallığını artıran əsas faktor nədir? Təbii ki, burada əməliyyat sistemi və internetlə əlaqədir. 5-ci, mobil rabitə sistemləri hansı imkanlara malikdir? Təbii ki, burada olacaq SMS xidməti, mobil tətbiqlərdir ki, bu imkanlara malikdir, internetə birbaşa çıxışı və s. C variantında, gəlin B tapşırığımızın qeydlərini edək. Mən qısa şəkildə qeyd edəcəm. Siz isə sualları cavablandırarkən, məsələn, mobil telefonun ixtirası, daha doğrusu yaranması Martin Cooper'in adı ilə bağlıdır. Yerimiz az olduğuna görə mən əsas sözlərimizi qeyd edirəm. Siz isə daha geniş formada yazın. Sualların cavablarını qeyd etdim. Deməli, mobil telefonun yaranması Martin Cooper'in adı ilə bağlıdır. Ağıllı telefonların inkişaf etmiş əməliyyat sistemi var, internetə qoşula bilir. Mobil telefon və smartfonun ixtirası arasında 19 il fərq var. Köhnə nəsil mobil telefonla müqayisədə smartfonların funksiyonallığını artıran əsas faktor əməliyyat sistemi və internetlə əlaqənin olmasıdır. 5-ci, mobil rabitə sistemləri, SMS xidməti, mobil tətbiqlər, yəni aplikasiya imkanlarına malikdir. C tapşırığında deyir bizə hansı bənddə ilk mobil telefonun çəkisi sözlə düzgün ifadə olunmuşdur, sözlə. Baxırıq, 1 kilo 13 qram, 1 kilo 130 qram, 1 tam onda deməli 3 kilo, burada 1 tam 13 kilo, burada isə ədədlərlə verilmişdi, yəni rəqəmlə ifadə olunmuşdu. 1130 qram, 113 qram və s. Burada doğru variantımız deməli B variantıdır. Çünki 1 kilo 130 qramdır. Burada isə 1 tam, daha doğrusu C'də 1 tam deməli onda 1 tam %13 kilo kimi verilmişdir. Hər iki variantımız doğrudur. Gəlin C tapşırığından baxaq. C tapşırığında Alexander Bellin epiqrafda verilmiş fikrini mətnin məzmunu ilə əlaqələndirin və fikrinizi əsaslandırın. Bir daha qayıdaq epiqrafımıza. Təxminən bayaq oxumuşuq, yadımızdadır. Yenidən təkrar edirik. Vaxt gələcək insanlar danışdığı insanın təsvirini telefonda görə biləcək. Həqiqətən də mətndən də oxuduq ki, zaman keçdikcə insanlar uzaq məsafədə yaşasalar belə bir-birlərini görüntü ilə görə bilirlər. Bəli. Deməli, onun fikrini belə əsaslandıra bilərik ki, bəli, elə bir vaxt gəlib çatdı ki, insanlar telefonda danışarkən bir-birini görə bilirlər. Bu, smartfonlar sayəsində mümkün olmuşdur. Smartfonların funksionallığı texnologiyanın zamanla necə dəyişdiyini və inkişaf etdiyini anlamaq üçün əsas verir. Bəli, təbii ki, keçmiş və müasir cihazların müqayisəsi texnoloji inkişafın daha yaxşı nümayiş etdirir. Əgər kimsə sadə ünsiyyət üçün cihaz axtarırsa, mobil telefon, geniş funksiyonallıq istəyirsə, smartfon seçə bilər, deyə bilərik. Daha sonra D tapşırığına baxırıq. Siz hansı mobil tətbiqlərdən istifadə edirsiniz? Onların əhəmiyyəti haqqında danışın. Məsələn, hər kəs öz istifadə etdiyi mobil tətbiqlər haqqında bu çalışmada qeyd edə bilər və öz funksiyasını, əhəmiyyətini deyə bilər. Məsələn, bəzi tətbiqlər var ki, onlar bizə belə deyək, xatırlatma edir. Bu xatırlatmada biz qida rasionudur və ya müəyyən yaddaş tətbiqləri vardır və ya bir yerdən başqa bir yerə gedərkən navigatordan istifadə edirik. Bu da gedəcəyimiz daha rahat yolu bizə göstərir və ya digər başqa bir tətbiqlər haqqında siz də fikirlərinizi bölüşə bilərsiniz. Bugünlük dərs izahımız bu qədər. Növbəti dərs izahlarında görüşənə qədər hər kəsə uğurlar. Sağ olun, görüşənə qədər.